Dostlar, hər birinizi yeni bir vlogdan salamlayıram. Nizat Xaç kanalıma xoş gəlibsiniz. Bugün kuryer işləyərək nə qədər qazanmaq olur onu sizə göstərəcəm. Hal-hazırda Yango proqramını qoşacağım və Yango proqramı ilə nə qədər qazanmaq olur kuryer sistemindən onu çəkib sizə göstərməyə çalışacağım. Qoşaq proqramı görək. Sifariş olacaq. Bir şey də qeyd edeyim ki, hal-hazırda saat 1-dir. Bu vaxtı proqramı qoşmuşam. Çünki 5-10 gün yoxladım proqramı. Ümumiyyətlə saat 12-yə 1-ə qədər çox tək-tük sifariş verir. Yəni elə vaxt olur heç vermir sifarişi. Əsasən sifarişlər gün ortadan sonra olur saat 5-ə 6-ya qədər. A few moments later. Hal-hazırda dayandığım yer Heydər Əliyev prospektidir, kənar yol, Aspetrol. Sifariş 4 dəqiqədir yoxdur. Gedək Nərmanova tərəf. Hal-hazırda Nərmanov ərazisindəyəm. 10 dəqiqə yaxındır sifariş qoşmuşam proqramı. Yoxdur sifariş. İlk sifariş gəldi, qəbul edək. Sifarişə qədər 8 dəqiqə göstərir, 1 kilometr. Gedək götürək sifarişimizi. Salam xanım, hər vaxtınız xeyir. Çatdırılma xidməti idi. 4 dəqiqəyə satırıq. Bir şey də qeyd edeyim ki, Waze buradan dönmə vermişdi. Yəni buradan icazə yoxdur da dönməyə. Yəni hər dəfə navigatora baxıb aldanmayın. Bəzən səhv göstərir. Hal-hazırda gəldik, çatdıq. Gözləyirik sifarişi gətirsinlər. Sifarişimizi götürdük. Proqram tələb edir ki, şəklini çəkməliyik. Şəklini çəkək. Belə. Düşək yola. Ünvana qədər 32 dəqiqə. 10 kilometr gedirik. Abbas Mirzə Şərifzadəyə. Bu probkalar da ki bitmir. Saat 2-nin yarısıdır. Bu da Nərmanovda olan probka vəziyyət. Gəldik Dərnəgül yoluna. Günün hansı saatı girirsən bu yola elə belə tıxacdır, sıxlıq var. Gəldik, çatdıq ünvana, müştəriyə zəng eləyək. Salam aleyküm qardaş. Çatdırılma xidməti idi. Papaq lancın qabağındayım, burada taksilər dayanan yerdəyim, gözləyirəm sizi. Oldu. Deməli, müştəri gəldi, sifarişi götürdü, 4 manat 30 qəpik yazmışdı, 5 manat verdi, sağ olsun. Hal-hazırda inşaatçılardayıq, görək buradan sifariş neçə dəqiqəyə verəcək. 11 dəqiqəni keçib, hələ də sifariş yoxdur. Gene başladı. Artıq 20 dəqiqəni keçib və sifariş hələ də yoxdur. Məcburam ərazini dəyişəm, başqa bir variantı yoxdur. İnşaatçılardayım. Yasamal tərəfdəyim. 27 dəqiqəni keçib artıq sifariş yoxdur. Qeyd edeyim ki, bugün həftə içi günlərdən biridir, yəni 4-cü gündür. Yenə də sifariş yoxdur, çox səhvdir. A few moments later. 28 dəqiqə sonra bir dənə sifariş verdi, gedirik o sifarişi götürməyə. Sifarişə qədər 9 kilometr. Dostlar, belə sifarişi verib Sədərəkdən, bilmirəm niyə bu qədər uzaqdan verdim. Məsafə 9 kilometr idi də bayaq sifarişi götürəndə. Yasamaldan gedirik Sədərəyə sifarişi götürməyə. Hal-hazırda gəldik Sədərəyə, sifarişi götürdük, yollanırıq. 20 kilometr 46 dəqiqə göstərir ünvana qədər. Gedək. Gedirik.
50 qəpiyi də buranın çıxışına verdik. Yolumuz davam edir. Nəhayət ki, gəldik, çatdıq ünvana, indi zəng eləyək müştəriyə. Alo, Salam xanım, salam. hər vaxtınız xeyir, çatdırılma xidməti idi. Deməli belə dostlar, bu sifarişi yerinə yetirdik, getdim özüm apardım, əslində aparmalı deyildim. Onu özüm apardım, verdim, təhvil verdim. İndi keçək. 7 manat 20 qəpik yazmışdı, 50 qəpik də Sedreydə çıxış üçün verdi, 8 manat verdilər, sağ olsunlar, kart atdılar. Növbəti bir sifariş gəldi. Sifarişə qədər 4 kilometr. Çox uzaqlardan verir sifarişləri. Neyse, gedək. Gəldi, Məmməd Aras küçəsindən sifarişimizi götürdük, indi gedək çatdırma etməyə. Buradan ünvana qədər 31 dəqiqə. Bitməyən probkalar. Gəldik, çatdıq ünvana. Zəng eləyək indi müştəriyə. Salam, hər vaxtınız xeyir. Deməli, bu sifarişimizi də tamamladıq. 5 manat 20 qəpik yazmışdı, 6 manat göndərdilər, sağ olsunlar. Hal-hazırda saat 5 olur. Dayanmadan işləmişəm, cəmi 3 sifariş olub. İndi gözləyirik. Beni ilgilendirmiyor. Beni ilgilendirmiyor hanımefendi. Beni ilgilendirmiyor. Artıq 10 dəqiqədə sifariş yoxdur. Dediyim kimi saat 1-dən saat 5-6 aralarına qədər sifarişlər olur. Ondan sonra çox təklik olur. Deməli dostlar, bugünkü videomuz da belə idi. Saat 1-dən işə çıxdıq. Cəmi 3 dənə sifariş oldu. Gəlin birlikdə baxaq. Birinci sifariş. Yox. Bu sonuncu sifarişdir. 45 dəqiqə, yəni demək olar ki 46 dəqiqə yol getmişəm, 12 kilometr. Qazanc 4 manat 34 qəpik. Birinci sifarişimizə baxaq. 4 manat 30 qəpik yazıb, 3.59 təmiz gəlir. 37 dəqiqə yol getmişəm, 11 kilometr. Buna baxaq. Burada da 7 manat 20 qəpik yazıb. 50 qəpik də SDR-nin çıxışı idi, ödəniş. 51 dəqiqə yol getmişim, 21 kilometr. Bu qədər məbləğ yazıb. Yəni çox azdır bu məbləğ. Bir də əlavə olaraq qeyd edeyim ki, məndə park komissiyası yoxdur. Proqram komissiyası verirəm 16-17. Siz əgər qoşulsanız böyük ehtimal park komissiyası da əlavə olacaq. O da hansı ki 24-25% komissiya tutur. Deməli bu günlük gəlirimiz belə oldu. 13 manat 94 qəpik. 5 saat demək olar ki işlədim. Saat 1-dən altın yarısına qədər deyək də belə. Belə dostlar, gördüyünüz kimi də hava da artıq qaraldı. Əgər belə videolar sizə maraqlıdırsa, bu videoya like atıb kanalımıza abunə olmağı unutmayın və şərhlərdə öz fikirlərinizi yazın. Təşəkkürlər.